Salam dəyərli müəllimlər və müəllimliyə hazırlaşan yoldaşlar. Deməli, hal-hazırda lövhə qarşısında videolar çəkə bilmirəm deyə məcburən maşında çəkməli oluram videoları. Mən deməli bugün toxunacağım məsələ dərs günləri və dərs saatları və ödənişlərlə bağlı məsələlər olacaq. Hansı vəsaitlərdən istifadə edəcəyik, nə işlər görəcəyik bu il üçün onlarla bağlı toxunmuş olacaq. Əvvəlcə onu deyim ki, sentyabr qruplarımız üçün ödəniş 40 manat yox, 30 manatdır. Bir fən üçün ödəniş 30 manat olacaq. 2 fən üçün 60 manat, 3 fən üçün 90 manat ödəniş olacaq. Bunu nəzərinizə çatdırım əvvəlcə. Tez-tez verilən suallardan biridir. Deməli, ikinci olaraq toxunacağımız məsələ nədən ibarətdir? Dərs günləri. Həftənin 2 günü olur, standart 90 dəqiqə. Və dərsin gedişatı necə olur? Mənim baxın, digər yerlərdə, digər hazırlıqlarda gördüyünüz kimi, məsələn, götürək ki, mövzu isim mövzudursa, həmin isim mövzusunun dərs izahı, test izahı hazır şəkildə sizə göndərilmiş olur. Eyni dərs sistemi məndə də var. Yəni, mövzu isim mövzudursa, onun dərs izahı, test izahı, bütün hamısı qrupa göndərilir. Hansı testdən istifadə edirsinizsə. Məsələn, element test vəsaitindən istifadə ediriksə, həmin element test vəsaitində olan, məsələn, 150 sual isim mövzusunda hamısı sizə göndərilir və dərs izahı hazır şəkildə qrupa yerləşdirilir və tətbiq üzərindən yox, YouTube üzərindən izahlardır ki, hazır şəkildə əlinizin altında olur. Və dərs günlərində isə, məsələn, hesab edək ki, dərsimiz 2-ci, 5-ci gün 21:00-dadır. Dərs günü canlı yayım açılır, Google Meet proqramından canlı yayım açılır. Həmin o canlı yayım vasitəsilə də siz əlavə suallarınızı verə bilirsiniz və isim mövzusundan bağlı mənim əlavə izahlarım olur ki, həmin o izahlar, yəni həmin o canlı yayımın kaydı olur və həmin kaydda qrupa göndərilir. Siz istədiyiniz vaxtı həmin izahları izləyə bilirsiniz. İstifadə edəcəyimiz test vəsaitləri məsələsinə gəldikdə isə mövcud olan yararlı bütün test vəsaitlərindən istifadə edirik. EMA-Chemin vəsaiti olsun, ELIMin vəsaiti olsun, bunlardan istifadə edirik və bu il hər mövzu üzrə mövzu sınaqları mütləq şəkildə qruplara göndərilmiş olacaq. Məsələn, mən əvvəl daha çox ümumi sınaqlara üstünlük verirdimsə, indi daha çox paralel şəkildə, yəni üstünlük vermiş olacağım. Həm ümumi sınaqlar, həm də mövzu sınaqları qrupa göndərilmiş olacaq. Məsələn, isim mövzusudursa, isim mövzusunu bitirəndən sonra isimə aid 20 sual, 25 sual yox, bacardığım qədər maksimum sual sayını çox edəcəm. Məsələn, 40 dənə sual, 50 dənə sual, 30 dənə sual, indi mövzudan asılı olaraq dəyişən bir şeydir. Nə qədər sual sayı çox olsa, bir o qədər yaxşıdır ki, yəni sınaq tipində yox, əlavə test vəsaiti sayağı testə göndərilmiş olacaq ki, həmin o testlər, məsələn, 30 sual, 40 sual belə, bunu təkəbbür anlamında demirəm, işlədiyiniz vəsaitlərdən daha yararlı olmuş olacaq, kifayət qədər ağır və qəbul formatlı suallar olacaq. Mətn testlərinə gəldikdə isə, məsələn, bundan əvvəlki bir video paylaşmışdım, 15-20 saniyəlik. Orada istifadə edəcəyim, yəni özümün yararına bilənəcəyim mənbələr göstərmişdim. Elmi kitablar var idi içərisində, Qəzənfər müəllimin, Afat Qurbanov, nə bilim, digər müəllimlərin kitabları idi ki, onu tənqid edənlər də olurdu, tərif edənlər də oldu. Bunlar reklam xarakteri daşımış olmur və həqiqətən mən sizdən razıyam ki, məsələn, bəziləriniz deyirsiniz ki, MİQ-ə uyğun deyil, amma bunu o məqsədlə paylaşmışam ki, mən onlardan MİQ-ə uyğunlaşdıraraq istifadə eləmiş olacam. Başa düşürsünüz? Məsələn, ədəbi dilin normaları var, ədəbi dilçilik var, nə bilim, götürək ki, üslubiyyat var. Onların orta məktəbdə uyuşan nöqtələri hansılardır? Həmin onlardan istifadə eləmiş olacam. Məsələn, götürək ki, hansı sözü, bax, məsələn, getdikcə sözü. Getdikcə sözündən bağlı heç bir dərslikdə məlumat toxunulmuyor. Amma MİQ-in qəbuluna həmin sözü qəbula saldılar. Getdikcə sözü hansı nitq hissəsi ola bilir? Fe'li bağlama olur və zərf olur. Və onun zərf olma məsələsi Qəzənfər Kazımovun kitabında verilmişdi. Bəs o kitabların qəbula aidiyyəti yoxdursa, getdikcə sözündən bağlı niyə gətirib qəbula sual salmış oldular? Yəni, bunu nəzərinizə çatdırıram. Sonra başqa nə deyəcəm? Mətnlərlə bağlı. Məsələn, mən o paylaşdığım kitabların içərisində məntiq testləri var idi ki, sual olunurdu ki, məntiq nə əlaqə?
Yoldaşlar, mətnin məntiqi əlaqə testləri var, verbal testlər var. Magistra və dövlət qulluğuna hazırlaşan yoldaşların kifayət qədər məlumatı var bununla bağlı. Həmin o testlər birbaşa olaraq sizin məntiqi təfəkkürünüzü inkişaf elətdirir və mətndən nəticə çıxartma bacarığınız əməli başda inkişaf edir ki, bu da nəticəyə birbaşa olaraq təsir edən amil olur. Ümid edirəm ki, artıq bu il nə iş görəcəyimiz, belə deyim də, ortadadır. Sadəcə vaxtında qeydiyyatdan keçib ödənişli dərslərimizdən yararlana bilərsiniz. Və bu il üçün də nəzərinizə çatdırıram ki, YouTube dərslərimiz davamlı şəkildə ödənişsiz deməyək, belə deyim də, sizləri dəstək məqsədi ilə YouTube-dan davamlı şəkildə canlılar asılmış olacaq. Həftədə bir dəfəmi, 2 dəfəmi, o dərs günlərimin sıxlığından asılı olaraq dəyişən bir şeydir. Ola bilər ki, həftədə 2 dəfəm olsun, ola bilər həftədə bir dəfəm olsun ki, canlı yayım açılıb sizləri dəstək məqsədinə hər üç fəndən müəyyən izahlar, testlər paylaşılmış olacaq ki, və həmin o izahlardan da yararlanmaq üçün bizim sosial şəbəkələrdə belə deyim də, abunə olmağınız sizin üçün faydalı olacaq ki, məlumat avtomatik olaraq sizə gəlsin və rahat şəkildə istifadə edə biləsiniz. Diqqətinizə görə təşəkkür edirəm. İnşallah sentyabr ayı görüşənədək.